Salam değerli izleyiciler. Her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbət ölkədə yaşayan qardaşları salamlayıram. Bugün iyulun 12-si 2026-cı il. Bərdə mal bazarına çəkiliş edəcəyik. İnşallah YouTube kanallarımıza abone olun, like verin ki daha da sizler için güzel videolar çəkək, göstərək. Getdik videomuzun çəkilişine. Danalardan çəkək. Salam aleyküm. Pazar olsun. Ne var ne yok? Neçəyindən dülək bunlar? Bunlar verelim 21 yarım. 21 yarımdan. Hamis mental haberde. Dişidir bunlar. Dişi. 21 yarımdan. Videolarım çektim. Aralıyından ha. TikTok'a baktım sen. Çek göreyim oğlum, çek göreyim. Acaba ayrın. Şükür kadın. Ya gençler gel bu orada benim. Bunların kıymeti. Kararı koyma, kararı koyma. Ha? Kara donluklu. Ha? Ya koy tutuyalım bunu. 5-6'sın geldi. Bir tane gördüm. 25 mi? Neçəyinəndir bunlar? 21 yarım. Ama yaxşı heyvanlı. Her şey qulluğundan asılıdır. Burada buradan belə süce alana bakın. Allah xeyir versin. Bu da sizindir. Yok olabilir. Pazarın olsun. Sağ ol. Kakam neçəydəndir bunlar? Pazar olsun. Neçə? 1750 ilə. Bunlar bir 8 aylıq var. 7-8 aylıq. Ama hayvanın sortu qəşək. Allah hayırlı pazar versin. Dostum bunların kıymeti ne şeyden? 25 yarım. 2550 ile üstü. Kimin 550 ile.
Neçəyləndi bunlar? Bak bunu neçə deyirsən? Bunu 32'ye lira aşağı yeri var. Bunun ne kadar eti olar? Bunun hardan sonra saçlar. Ama yarın bordaktı da bu. Cinsi şarol. Allah pazarını versin. Lazım verim sana. Bu neçeye bir olur? Kazanın neçe? Kaka bunların kıymeti. Kafa 20 çarpıyor. Mallı mazar olsun. Neçeye duray? 2400. Pazar olsun güzel kişi. Kıymetler. Kıymet ne çaldı topa? Elim bir inandırıcı gelmedi. Canım için gelmedi. Abi düzgün kıymet demeden ne olur ki adamlar? Dakika 21. Abi Allah'ın dolayı 21 ihmal değil bu. İnşallah hayır versin. Çık burada. Var. Sıfatını tanıyacağım. Gelsin. Bizim Yablak'ta bir ferma şimdi yer var sattık. Aksakal bu sizindi böyle. Neçeyle ne yesen bunları? Yasin ama. Evet çom. Bunu 36'ya kardeş. Bunları 3 bin lira. 36'ya bu bunlar 3 bin lira. Dersin. Allah pazarını versin. Ne kadar yaparsın? Bak. Deməli değerli izləyicilərimiz, kardeşim bak böyle iki başına var. Birisi benim tarzı balıkçı. Bir de biri kişidir. Biri simental erkektir. Bu qara neçənci qarındır? Dördüncü bala. Südü nə?
8. Balası neçə günlükdür? 10 günlük. Qiyməti nədir bə? 2900 lira. Bu neçənci qarındır? 3. Balası nə qədərlikdir? 15 gün. Südü nədir? 8. Qiyməti nədir? 2900 lira. Allah xeyirli bazar versin. WhatsApp'ı var ha. Allah xeyirli bazar versin. Deməli dəyərli izləyicilərimiz, bu 3-cü qarnalı bu düyə. Balası da yəqin ki dişidir. Dişi də erkək? Erkektir kardeş erkek. Erkək. Südü nədir? Kardeş 9 litre salmışam. 9. Üçündən 9 litr. Qiyməti nədir bə? 3300 lira. 3-cü qarına diyor. Göyə çıxır bu heyvan. Bir dakika bırakmam ama gedir. Yem verirsən? Kəpək verirsən. Erdenin Karadağlı çanı. Bərdə rayonunun Qaradağlı kəndi. Qardaş, kimə lazımdır? Yəni qardaş təmiz heyvanlar satır. Yəni dediyim kimi kimə lazımdır? Yəni birbaşa əlaqə saxlasın. Bala da ki, neçə günlükdür bala? Valla kardeş gündən bir həftəlik. Süddü bulama? Süddü kardeş. Süt. Dördüncü qarnıdır dedin ha? Dördüncü balası kardeş. Mala balak ablası. Balası hansıdır? Dişi. Bu dişidir. Bunun sütü nədir? 15 litre sağıram. 15 litr. 15 litre şərtlə. 15 litre şərtlə verir. Bunun qiyməti? Qiyməti? Bunu 42'ye. 4200 lira. 15 litre suda şərtlə verir qardaş. Yəni problem yoxdur. Kim istəyir birbaşa bizdən əlaqə saxlasın, qardaşla əlaqə yaratdıraq onlar üçün. Bax belə danaçalarımız var. 18 dənə. Biri erkək, biri dişidir, 17'si erkək. Yəni bunların südə ehtiyacı yoxdur, dəyərli izləyicilərimiz. Kim istəyir, yəni bütün bölgələrimizdə də çatdırılma var. Hal-hazırda gördüyünüz kimi. Buyurub baxa bilərsiniz. Mələz var. Simental da var. Son grubu simental erkekli dişi. Erkek. Bütün bölgələrimizdə də çatdırılma edirik, gözəl qardaşlar. Hamısı gözəl. Yəni ot yeyənlər, sırf danaçalardır da, yəni bunların südə ehtiyacı olmayanlardır. Yəni süddən ayrılmış. Buyurub baxa bilərsiniz. Tam ətraflı çəkirəm ki, görəsiniz. Qardaşım, bax belə bir nəyi var. Salam, salam. Erkək balalıdır, qəşəng. Çay var bala? Çay yarım. Çay yarımdır. Bəhrini alır yenidən. Bəli, bəli. Nə qədər Çay var? yarımdır mayalı. Ay yarımda mayalanır. Südü nədir gözəl verdim? Südü sabah akşam 8. Səhər axşam 8 litr.
Neçənci qarın? İkinci balası bu. İkinci. Qiyməti nədir? Kardeş alacağım 3500 manat. Haram aldın. Haram aldın. Yevlak. Buradan Yevrak'taki izləyicilərimizə salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Yəni kimsə narahat eləyə bilər də heyvanla bağlı. Problem yok. Ev kaptan amanlar var. İsteyen olsa yanım. İnşallah, inşallah. Allah xeyirli bazar versin. Bazarın olsun öyle. Erkek bala, üçüncü bala. 10 litre süt. 3 məmədən 10 litr. 10 litre erkek simental bala. Yem nə verirsən? Yem kəfənci akşam. Göyə çıxır. Göğe çıkmıyor bana. Yok kuruza. Göyə çıxsa malıcalı çox verir. Ha 10 litre olur da yani 10 litre şey. Amma heyvan qəşəng. Ha kaçak diyor. Şöyle yapılıyor. Həqiqi ayıqlı deyər. Başına başına her bir yerine bak kardeş. Bak. Hayvan problemi. Balası neçə günlükdür bunun? Balası 9 günlük. Erkek de bu. Südə çönüb da. Sütlü. O birisi kimindir? O bir şey benim de öyle. Bu benim. Hardan getmisən bu heyvan? Ağdaş'ta. Buradan Ağdaşdakı izləyicilərimizə salamlayıram. Allah hər birinin canını sağ eləsin. Qapı malını alıb satsan. Alıp şuraya satın. Allah ruzu bərəkətinizi versin. Bax düz danışmaq lazımdır. Ha yok problemsiz mal. Ağdaş'ta. Kadarda olur o. Allah xeyir versin. Allah senden razı olsun. Qardaşım bax belə bir gözəl nəyi var. Maşallah olsun. Yəni məmələri də ki super da. Balası da ki suyunu maylanmalı. Balası erkəkdir kişi. Erkək. Neçə günlükdür balası? 10. Neçənci qarındır bu? 6. Südü nədir bə? Ha? 20. 20 litr südü. 3 məmədən 4'dən. 3'dən 20 litr. Ay maşallah olsun. Qiyməti nədir bə? 5500 lira. Gözəl. Haram aldın ata. Hardan da gətirmişsən? Tovuzdan. Buradan bütün Tovuzdakı izləyicilərimizə salamlayırıq. Allah hər birinin canını sağ eləsin. O birisi də sizin. O birisi sizin. Heyvan şəkildir. Allah pazarını versin. Yox, mamul lazım. Hayır, bunu netiye değil. Bu yadımdan çıktı. Bari. Bu neçənci qarında ta? 3. Balası o erkək də ha? Südü nədir bə? 7 litr. Qiyməti nədir bə? Kıymeti kardeş 29'da değil. 2900'da. Balası neçə aylıqdır bunun? Çay yarım. Bəhrin alar onda. Bəli, bəli. Bir aydan artıq. Bir aydan artıqdır bəhrin alır. Nə gözəl. Və bu neçənci qarındır gözəl qardaş? Balası 4'e boğaz. Üçüncü balasıdır, 4'e bak. Kişi də balasıdır. Südü nədir bunun? Bunun sütü baladan sabahı 8 verir akşam səhər. Göy yem verirsən, O vata gedib gəlir, yox. Çoruq malı. yem versən mahalə gəl qaldırar. Qiyməti nə? Qiyməti üstə deyirəm, razılaşma yox. Hardan getmisən bunu? Arzə bədi. Buradan Ağzabədədəki izləyicilərə salamlayırıq. O da sizinkidir. O birisi də sizinki. Neçənci qarındasan? Üçüncü bala. 3. Balası yəqin çox gözəl. Simentaldı. Qoşapirkalı. Alagözlərdən. Südü nədir? Südü amma olur. Qurotla baxıram içəridə qalır mal. Qurotla. Qurotla 3-əmcəyindən 8-9 litr südü olur. Mal Qurotla. xamat göyə çıxsa 10 litrdən yuxarı. Nə gözəl. 3 əmcəyindən o Hə, südü. bir əmcəyin balaya verir, 3 əmcəyin. Gözəl. 21, Balası 21 gündə doğur. ha 21 gündür balası. Kişidir daha damaz. Hə, kişi damazlıq. Qəşəng. Erkək olmaqdansa kişi yap. Əlbəttə ki. Görün nə gözəldir. Bax, səsi burada. O birisi kimindir? Onu bilmirəm, bağlıqlar. Heç nə. Allah xeyir versin. Qiymətində 36 yarıma deyirəm, razılaşarım. Düşün. Yəqin ki
34-35 oradan fikir. Razılaşaram. Real alıcının razılaşıp verelim. Allah xeyir versin. Videomuzu burada da yavaşça geçimleştiririz. İnşallah. Gəncədə görüşmək ümidi var. Allah'a emanet olun. Salam değerli izleyiciler. Her birinizin her vaxtınız xeyir. Her birinizi hoş gördük. Bax belə buzoylarımız geldi. Bax belə namasalarımız. Ay maşallah. Ot yiyənlər. Görme göz aldı. Elindeki buzoy gətir, elindeki o ondan götür. Elindeki. Bu da bizim buzoylarımız. Bak amcam. Ha biri buzu. Biri bak budu. Biri bak budu. O birisi de simental maya. Bak. Arkalarını da çek. Arkaları bak. Biri 4 aylıktı. Şu 5 aylık. Bak arkalarına bak. O üstüne vur kabağa, simentallı vur kabağa çek. Bak. Bak. 4'ü de süperdi. Şekti.